Salam, hörmətli müəllimlər, əziz şagirdlər. Bugün Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumi təhsil məktəbində sizi 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə təşkil etdiyimiz tədbirimizdən salamlayırıq. Milyonlarla Azərbaycanlı birləşdirən müqəddəs bir gündür. Bugün birlik, həmrəylik və milli kimliyimizin təntənəsidir. Tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirik. Bir dəqiqəlik sükutla yad edək. 1991-ci il dekabrın 16-sında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyev sədrliyi ilə keçən iclasında 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Bayramı kimi qeyd olunması barədə qərar qəbul edilir. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə, Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə bu əlamətlər üçün 1991-ci ildən etibarən rəsmi bayram kimi qeyd olunur. İndi isə sizləri 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə hazırladığımız bir video çarxı baxmağa dəvət edirik. Bugün dünyada 50 milyona qədər Azərbaycanlı yaşayır. 20-ci əsrin sonlarında isə Azərbaycanlılar öz saylarından xəbərsiz idilər. 1989-cu ilin dekabr ayında Naxçıvan İran sərhədi söküldü. Hərəkat bütün Azərbaycan ərazisinə yayıldı. Bu böyük bir millətin 200 illik səbr kasasının daşması idi. Azərbaycanlıların böyük bir hissəsi cənubda, İran ərazisində yaşayır. Sovet Azərbaycanında bu haqda bilməyən yox idi. Amma bunu kimsə nə dilinə gətirə bilirdi, nə də o tayda qalmış doğmalarından xəbər bilməyə cürət edirdi. Sovet sistemi hamını öz qaydalarına şəksiz əməl etməyə məcbur etmişdi. Mütilik, xoşbəxtlik kimi təbliğ olunurdu. Bu hadisələrin kökü isə 2 əsr öncəyə, 1-ci Pyotrun zamanına gedib çıxır. 1-ci Pyotrun hakimiyyətə gəlməsi ilə Rusiya imperiyasının işğalçılıq tarixində yeni bir mərhələ başlandı. İmperiyanı böyütmək, həm də taxt tacına sahib olacaq gələcək varisləri üçün isti sulara çıxmaq strategiyasını irəli sürmüş 1-ci Pyotr bu siyasəti yeritməyə başlayır. Bu yolda isə Azərbaycandakı Türk-Qacar dövlətini əsas maneələrdən biri kimi görürdü. Məhz buna görə də Qafqazların, xüsusilə Azərbaycanın işğalı Rusiya imperiyası üçün bir nömrəli hədəfə çevrildi. Bununla da Azərbaycanın 200 ildən bəri davam edən milli faciəsi başlandı. Rusiya imperiyası ilə 13 il davam edən müharibənin nəticəsi Gülüstan və Türkmənçay müqaviləsi oldu və nəticədə Azərbaycan 2 yerə parçalandı. Amma bu məğlubiyyətlə barışmayan Azərbaycan mübarizəsini davam etdirir. Rus qoşunlarının rəhbəri General Sisyanovun Bakıda, İçəri şəhər qapılarında öldürülməsi
və başının Təbrizə, Abbas Mirzəyə göndərilməsi imperiyada şok effekti yaratmışdı. Təkcə bu fakt Azərbaycanın işğala boyun əyməməsinin bariz nümunəsi idi. Maraqlıdır ki, Tehrana səfir göndərilən və orada öldürülən Qriboyedov Peterburqa öz hesabatında yazırdı ki, bu xalq birdir və hamısı özünü türk sayır. Bu faktların hamısı tariximizin şanlı səhifəsidir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından uzun zaman keçməsinə baxmayaraq, güneyli, quzeyli Azərbaycanlılar bir-birini unutmadılar. Bu ağrı Şəhriyarın şeirlərində, Pişəvərinin mübarizəsində yaddaş oldu. Heydər baba, ildırımlar şaxanda, sellər, sular şaqqıldıyıb axanda, qızlar ona sərf bağlayıb baxanda, salam olsun şövkətizə, elizə, mənim də bir adım gəlsin dilizə. 80-ci illərin sonunda dünyadakı proseslər fonunda sosializm ideyalarının çökməsi, 1989-cu ilin noyabrında Berlin divarının sökülməsi, illərlə ayrı düşmüş doğmaların qovuşması Azərbaycanda da bu ideyanı yenidən alovlandırdı. Və uzun illər üstü qapadılmış bu mübarizə yaddaşı 1989-cu ilin dekabrında Naxçıvanda SSR-i İran sərhəddinin dağıdılması ilə nəticələndi. O zamanki ictimai-siyasi vəziyyətə görə bu elə bir mühüm hadisə idi ki, bütün kütləvi informasiya vasitələri buna antisovet donu geyindirməkdən başqa bir şey düşünə bilməmişdilər. Oradakı hadisələri xırda xuliqanlıq kimi qələmə vermişdilər. Amma sərhədlərin illiklə sökülməsi işi bütün sərhədyanı rayonlarda da gerçəkləşir və anlaşılır ki, bu heç də sərhəd pozuculuğu deyil, ayrı düşmüş qardaşların qovuşmaq istəyidir. Məhz bu hadisələrdən sonra Arazın o tayında, bu tayında olan doğmalar illər sonra ilk dəfə ünsiyyət qura bildilər. Beləliklə Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi əlaqələr bərpa olmağa başladı. Karış torpağımız. Her birinin öz yeri var, benim elim doğma diyar. Güzelliğine o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakıb ikilirdi evladına, koy sevinsin her bir ana. Kurban olum Azerbaycan, sevinsin her bir ana. Sözü var, hürmeti var ülkelerin arasında. Böyle güzel, böyle zengin var dünyanın harasında. Vətəninin məğrur güclü, özü değil ilhamı var. Hoş günlere giden yolda bir ebedi bayramı var. Her birinin öz yeri var, benim elim doğma diyar. Güzelliğine o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakıb ikilirdi evladına, koy sevinsin her bir ana. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakıb ikilirdi evladına, koy sevinsin her bir ana. Yüreğimiz Azerbaycanla döyünür. Birliğimiz gücümüzdür.
həmrəyliyimiz gələcəyimizdir. Biz bir daha 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə hər birinizi ürəkdən təbrik edirik. Bayramınız mübarək.